İncil xristianlığın müqəddəs kitabı kimi tanınır. Yunanca evangelion, yəni müjdə, xoş xəbər deməkdir. Ancaq maraqlı sual budur. Bu gün oxunan İncillər doğrudan da İsa peyğəmbərə vəhy edilən İncilidirmi? Bugünkü Əhd-i Cədid 27 kitabdan ibarətdir. Onların heç biri İsa peyğəmbər tərəfindən yazılmayıb. 4 əsas İncil: Matta, Mark, Luka və Yəhya İsa'nın vəfatından 10 illiklər sonra fərqli yerlərdə və əsasən Yunanca qələmə alınıb. Ən maraqlısı isə budur. İlk dövrlərdə onlarla fərqli İncil mövcud olub, amma 325-ci ildə İznik məclisində İmperator Konstantinin dövründə yüzlərlə İncil arasından yalnız 4-ü seçilib, digərləri isə yandırılıb. Bu 4 İncilin orijinal nüsxələri yoxdur. Əlimizdə olan ən qədim əlyazmalar 4-cü əsrə aiddir və onların arasında belə ciddi fərqlər mövcuddur. Daha da maraqlısı, xristianlığın bugünkü əsas inanclarının çoxu üçlük, doğuşdan günah, İsa'nın ilahiləşdirilməsi, İncillərdən yox, Pavelin məktublarından qaynaqlanır. Halbuki İsa peyğəmbər deyirdi: Allah birdir və təkdir. Bu qədər fərq, bu qədər versiya və bu qədər sual. Bəs onda əlimizdəki İncil nə qədər dəyişməyib?